آن پرچم علینی ucatmışıq biz məktəbində izzət qazanmışıq biz. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Es-salatu vesselamu ala eşrefil enbiya'i vel murselin. Habibina ve habibi ilahil alemin. Ebil Qasimil Mustafa Muhammed. Allahümme salli ala Muhammedin ve ali Muhammedin ve accil ferecehum. Ve ala ehli beytihi tayyibin tahirin. Ve la'netu daimetu ala a'daihim ecma'in minel ane ila liqai yevmiddin. Amma ba'd. Allahümme kulli veliykel hüccet ibnil Hasan. صلواتك عليه وعلى آبائه في هذه الساعة وفي كل ساعة وليا وحافظا وقائدا وناصرا ودليلا وعينا حتى تسكنه أرضك طوعا وتمتعه فيها طويلا اللهم صل على محمد وآل محمد وعجل فرجهم. Şeyh Ensari Rıdvanullahi aleyh ve onun timsalında bütün dünyasını değişmiş alimlerimizin ruhunun şadlığına ve dirilerin de salamatlığına ve hayatta müveffek olmalarına salavat hediye eyleyək. Allahümme salli ala Muhammed ve ali Muhammedin ve accil ferecehum. Bu gündən etibarən Allahın izniyle istəyirik ki, en mühüm dərslik kitablarından olan Məkasib kitabının tədrisinə başlayaq. Ona görə də bir neçə dəqiqə öncədən həm kitab barəsində, həm də kitabın müəllifi Şeyx Ensari barəsində qısa da olsa məlumat verim. Ondan sonra inşallah kitaba başlayarıq. Şeyx Ensari Rıdvanullahi aleyh adı Mürtəzadır. Şeyx Mürtəza Ensari. Niyə görə Ensari deyiblər? Çünki Cabir ibn Abdullah Ensarinin Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləmin böyük səhabəsi olan və İmam Hüseyin əleyhissalamda ilk zairi zəvvarı olan Cabir ibn Abdullah Ensarinin nəslindəndir. Yəni babaları ucala qalxa gedib şeyxin babaları Cabir ibn Abdullah Ensariyə çatdığı üçün o ləqəb onlar üçün oradan qalıbdı. Yəni böyük bir nəsildən. Atası da alim olubdu, babası da alim olubdu, anası çox təqvalı bir qadın olubdu. Hətta deyirlər ki, ölənə qədər qadın nafilə namazları, müstəb namazlarını belə tərk eləmədi. Hətta deyir ki, şeyx özü yaşlı kişi idi, anası gecə namazına duranda özü suyun hazırlayardı, istəyərdi. Xülasə, yəni ata tərəfindən də, ana tərəfindən çox müqəddəs bir dənə ailədəndir. Bunların hamısının xaləti var. Demirəm ki, ata-ana pis olsa insan yaxşı ola bilməz. Yox. Mümkündür, pis ata-anadan yaxşı uşaq ola bilər. Amma ata-ananın yaxşılığı münbit bir şərait yaradır insanın imanı üçün. Ona görə Şeyx Ensarinin imanında, təqvasında ata-anasının imanı, təqvası, elmi, zöhdü hamısının onların təsiri vardır. Xülasə, həddən artıq imanlı bir ailədən dünyaya gəlibdi və nəsil nəcabətli bir ailədən dünyaya gəlibdi. Elmi səviyyəsinə gələndə artıq nəinki müştəhidlər belə özlərini aciz görürlər ki, Şeyx Ensarinin elmindən söhbət eləmək. Əgər bir nəfər ki, Şiə tarixində yeganə bəlkə də insandır ki, Əş-Şeyxul Əzəm deyiblər. Ən böyük şeyx. Necə ki, məsələn, Əllamə Hilliyə Əllamə deyiblər, ya məsələn, mühəkkik deyiblər, hərəsində bir ləqəb veriblər. Şeyx Ensarinin də ləqəbi Əş-Şeyxul Əzəmdir. Şeyx-i Əzəm, yəni ən böyük şeyx. Yaxud da ki, Xatimul Fuqahə vəl Müctəhidin, məsələn. Müştəhidlərin və fəqihlərin sonuncusu. Xülasə, Şeyx Ensari həddən artıq yüksək səviyyəli alim olubdu. Eyni zamanda da yüksək səviyyəli bir təqvalı şəxs olubdu. Əslən, Şiə alimlərinin özəlliklərindən biri budur ki, elmləri ilə yanaşı, böyük müştəhidlərlə yanaşıram, təqvalar da son dərəcə yuxarı olubdu. Çox-çox yuxarı təqvaya sahib olublar. Hətta Şeyx Ensarinin bəzi kəramətlərindən, bəzi sözlərindən nəql olunur, söhbət açılır. Xülasə, Şeyx Ensari Dizfuldandır, yəni indiki Xuzestan, Əhvaz vilayətindəndir, yəni İranın Əhvaz, ərəblər yaşayan hissəsindəndir, yəni özü milliyyətçi zahirən elə ərəbdirlər, dədədən, babadan da ərəbdirlər, ta getdi, əslən Mədinəli olurlar, şeyx nəsil gedib çıxırdır, Cabir ibn Abdullah Ensari, özü də ki, ərəb vilayətindən doğulub, zahirən milliyyətçi ərəb olubdu, Dizfuldan olub, bir müddət atasının, əmisinin yanında dərs oxuyandan sonra gəlir İraqa, Kərbəlada böyük alimlərdən
istifadə edir bir neçə il, ondan sonra təzədən qayıdır gedir İrana, İsfahanda oxuyur, Məşhəddə oxuyur, sonra təzədən qayıdır gedir İraqa gəlir, Nəcəfdə və böyük alimlərdən istifadə edir və zəmanəsinin ən böyük insanlarından olur, ən böyük alimlərdən olur və sonda da Şeyx Sahibül Cəvahir Rıdvanullahi aleyh dünyasını dəyişən zaman bütövlükdə şiənin mərcəiyyəti keçir Şeyx Ənsarinin öhdəsinə və tarixdə yəqin ki eşitmisiniz. Şeyx Ənsarinin barəsində deyirlər ki, Şeyx Sahibül Cəvahir Rıdvanullahi aleyh dünyasını dəyişən zaman əmr eləyir ki, şiənin ən böyük mərcəi təqlidi idi. Əmr eləyir ki, nə qədər alimlər var, yəni mərcəiyyət məqamına layiq olan nə qədər adam var, hamısını yığın gətirin yanıma. Ölüm yatağındadır, artıq vəsiyyət eləmək istəyir. Yığırlar alimləri, gətirirlər, görürlər Şeyx Ənsari yoxdur. Şeyx Ənsari özü qəsdən qaçıb sanki hərəmə gizlən ki, yəni gözdən uzaq olsun ki, başqası təyin olunsun. Xülasə gedirlər, deyir ki, hanı bəs? Şeyx Mürtəza hanı? Şeyx Mürtəza Ənsari hanı? Gedin tapın gətirin yanıma. Gedirlər, görürlər ki, oturub hərəmdə, Əli İslamın hərəmində şeyxin sağalması üçün dua eləyir. Məsələn deyirlər ki, ustadın əmr eləyir ki, bəziləri ustadıdır, bəziləri ustad deyir, amma ehtirama gəlib dərsində oturardı, yəni istifadə üçün yox, elə belə mərcənin, o mərcəiyyətin o əzəməti qorunsun deyib, gəlib dərsində istifadə edir. Xülasə, yəni müəllimin, ustadın əmr eləyir ki, gələsən yanına. Xülasə gəlir yanına, deyir ki, şeyx ölüm yatağında tutur Şeyx Mürtəza Ənsarinin əlini qoyur ürəyinin başına, deyir, hə, indi tabəliyəl mavtu, artıq rahat ölə bilərəm, ölüm mən üçün rahatlaşdı. Şeyx, bu ümmətin ağır məsuliyyətin, mərcəiyyətini sənə tapşırıram. Qallil min ehtiyatatik fə innə şəriətə səmhə təxminən bu cür ibarəsi vardı. Ehtiyatları azalcınən, bilirəm ki, sən çox həddən artıq təqvalı insansan, yəni cəmaatı özü ilə müqayisə eləməcənən, fətvalarında çox ehtiyat eləməcənən ki, insanları əziyyət eləməyəsən, ehtiyatı yüngülləşdirən. Xülasə, Şeyx Sahibül Cəvahir dünyasını dəyişir və zəamətü şiə keçir Şeyx Ənsarinin öhdəsinə ki, yəni şiənin ən böyük mərcəi təqlidi olur. Amma deyirlər ki, Şeyx Ənsari qəbul eləmək istəmir. Bir kitabda mənə rast gəldi ki, hətta Şeyx baxmayaraq ki, vəsiyyətin deyilir, mərcəiyyət vəsiyyətlə deyil, amma sanki o alimlərə başa salmaq istəyirdi ki, yəni hamımızdan ələm, hamımızdan ləyaqətli, hamımızdan təqvalı, ədalətli, idarəçilikdən hamımızdan yaxşı mümkündür. Şeyx Mürtəza Ənsari ona görə onu təyin eləyirəm. Amma deyir ki, yenə də Şeyx Ənsari özündə şübhəyə düşür, deyir ki, məndən daha savadlılar, daha ləyaqətlisi var. Bir ara, həmənki günün, səhərisi gün ya birisi günü, yenə gəlirlər müraciət eləmə, deyir, yox, mən qəbul eləyə bilmərəm. Niyə? Deyir, çünki məndən daha ələmi var. Kimdir səndən ələmi? Deyir, Seyyid Mazəndarani. O məndən ələmdir. Hardadır? Məsələn, filan şəhər, Hillədədir, ya harda, hansı şəhərdədir, filan şəhərdədir. Götürür ona məktub yazır ki, sən gəl mərcəiyyəti qəbul elə, Şeyx Sahibül Cəvahir dünyasını dəyişib mənim öhdəmə qoydu, mən də səni özümlə ələm bilirəm. Seyyid Mazəndarani yazır ki, bəli, biz o vaxt tələbə vaxtı bir yerdə bəhs eləyəndə düz deyirsən. Mən səndən daha mümkündür, elmdə yuxarı idim. Amma neçə illərdir ki, məsələn 10 ildir, 15 ildir, 20 ildir mən dərsi tərk eləmişəm. Sənsə hövzədə dərsinlə, bəhsinlə alim qabağında, şagird qabağındasan. Ona görə sən artıq məndən ələmsən. Ona görə o haqq sənin haqqındır. Mən artıq orada otura bilmərəm, çünki o yer sənin yerindir. Seyyid Mazandaran da durmayandan sonra şeyx deyir ki, qalır mütəhəyyir. Deyir ki, ilahi, əgər doğrudan da mənim ləyaqətim varsa, imamın dedi, kürsüsündə oturmağa, şiənin zəamətin, şiənin rəhbərliyini öhdəmə götürməyə əgər ləyaqətin varsa, mənə bir qeybdən bir xəbər gəlsin, qeybdən bir əlamət gəlsin. Deyir ki, həmən neçə gündən sonra olur, həmən gün olur, ya səhərisi gün olur, bir neçə gün sonra olur, dərsdə oturmuşmuş. Dərsdə oturub tələbələr də qabağında, birdən bir kişi girir içəri. Salam aleyküm şeyx, deyir, aleyküm salam. Onlar bir sual verim, deyir, buyur. Bir nurani bir kişidir, sual verir. Deyir ki, birdən bir kişi məsx olsa, məsx, yəni heyəti dəyişdi, heyvan formasında, insan formasına çıxdı. Nəsx yox, məsx. Allah bəzi insanlar ki, Quranda məsx elədi, onları qiradətə və xənazir, Bəni İsraili biz meymunlara və donuzlara döndərdik. Xülasən, məsx yəni insan şəklindən çıxmaq. Əgər bir insan, bir kişi məsx olarsa, onun arvadı təlaq iddəsi saxlasın ya vəfat iddəsi? Vəfat, ölüm iddəsi. Məsx olan şəxsin arvadı iddə ki saxlayacaq. O iddə ölüm iddəsi olsun, yəni 4 ay 10 gün olsun, ya 3 ay olsun, hansını götürsün? Şeyx baxır, deyir ki, vallah mən
bu qədər ki oxumuşam fiqh kitabları, heç kəs bu məsələyə toxunmayıb. Ona görə də bu təzə bir məsələdir. Deyir ki, yaxşı sən nə deyirsən? Deyir ki, mən əvvəl onu deyirəm ki, bizim ümmətdə məsx yoxdur. Allah Taala peyğəmbərinə xatir o qədim ümmətlərdə olan bəzi əzabları bizim ümmətdən götürüb bir də məsxdir. Məsx olmayacaq. Mümkündür batinən heyvana dönək, amma zahirən heyvana dönmək Allah Taala bu ümmətdən peyğəmbərin hörmətinə xatir yığışdırıbdı. Məsx yoxdur. Deyir, yaxşı fərz elə olsaydı, bildi yoxdur. Bu da israr eləyən şəxs. Onda nə deyərdi? Deyir, Şeyx Ənsari deyir ki, mən belə deyərdim. Deyərdim, baxaq görək nəyə məsx olub. Əgər məsx olub daşa dönüb, ağaca dönüb, yəni cansız bir əşyaya dönübsə, onda ölüm hökmü eləyərdim. Deyərdim ki, vəfat iddəsi saxlasın. 4 ay 10 gün iddə saxlasın, sonra ərə getsin, əgər getmək istəyirsə. Yox, əgərsə canlıya dönübsə, tutaq ki, məsələn deyək, itə dönüb, donuza dönüb, ya qoyuna dönüb, başqa şeydən canlı bir varlığa dönübsə, ölüm yoxdursa ortada, can hələ ruh varsa, onda deyərdim ki, təlaq iddəsi, yəni 3 heyzlə iddə saxlasın. Bir qayda deyir ki, əntə müctehid, əntə müctehid, əntə müctehid. Söz 3 dəfə təkrar edir, o kişi çıxır gedir. Nurani şəxs çıxır gedir. Şeyx Ənsari deyir ki, qalır belə. O kişi kim idi? Bu nə sualıdır mənə verir? Tez onu tapıma gətirmək olar. Çıxırlar, görürlər, heç nə yoxdur. Ondan sonra dərhal başa düşür ki, mən ki qeybdən bir xəbər istəmişdim ki, mənim ləyaqətim var, o kürsüdə oturmaya yox. İndi İmam Əleyhissalamı, İmam Əleyhissalam göndərdiyi şəxs idi, kim idisə, oradan başa düşür ki, bu qeybdən gələn bir xəbər idi ki, Allah tərəfindən, İmam tərəfindən göndərilmiş bir şəxs idi ki, bunu imtahan elədi və imtahandan çıxandan sonra da o, belə deyildi, o medalı döşünə asılar ki, əntə müctehid. Sən elə müştehidsən, o yerə ləyaqətin vardı. Xülasə, həddən artıq təqva ilə, imanla ömrün başa vurur və təqvasında da, zöhdündə də ki, deyirlər ki, çətin bir insan Şeyx Ənsarinin yaşadığı həyatı yaşaya bilər. O qədər özünə çətin tutdu ki, məşhurdur, yəni həyat tərzi. Maddi cəhətdən ki, yəni onun yaşadığı həyatı mümkündür başqa bir insan çətin yaşayır. Ona görə deyirlər ki, Şeyx Ənsarinin 3 dənə özəlliyi var idi. Biri elmi idi, Həbibullah Rəşdiyə qoydu. Biri siyasəti idi, filan tələbəsinə qoydu. Biri də zöhdü idi, özü ilə qəbrə apardı. Heç kəs Şeyx Ənsarinin zöhdünü yaşaya bilməz. O zöhd, o çətinlik ki, həyatda, məişətində özünə zöhd, yəni həyatda maddiyyatın ən aşağısına kifayətlənmək. Paltarın ən aşağısına, yeməyin ən aşağısına, evin ən məsələn darısqalına, bu boyda şeyəni mərcə təqdir. Məsələn, balaca bir daxmada məsələn deyək ki, yaşayırdı. Məsələn, övladı dünyaya gələndə ki, o məşhur qissədir də, bir nəfər deyir ki, yatır yuxuda görür ki, bir heybət məsələn bir formadır, sən kimsən? Deyir ki, mən şeytanam, yuxuda görür. Deyir, qucağındakı o iplər nədir? Deyir ki, bu bəni adəmi yoldan çıxartdığım iplərdir. Salıram boynuna, sürüyürəm. Deyir, bu iplər niyə görə fərqlidir? Biri nazi idi, biri yoğundur. Deyir, imana görə də imanı zəif olanları nazi iplə çəkib aparıram. İmanı yoğun olanlara yoğun ip. Bu kişi yuxuda görür. Deyir, bu lap yoğun ip kimindir? Deyir, o Şeyx Ənsarinindir. Deyir, sən Şeyx Ənsarini də yoldan çıxarda bilirsən. Deyir ki, bir dəfə boğazına ip saldım, amma qırdı, qaçdı. Apara bilmədim. Kişi ayılır yuxudan. Şeyx Ənsarinin zamanında. Gəlir Şeyx Ənsarinin yanına, deyir ki, Şeyx, bağışda sənin sözün var, deyir ki, belə-belə yuxu gördüm. Nə idi onun həqiqəti? Düz görmüsən. Bir dəfə boğazıma saldı, amma qırdım, apara bilmədi. Deyir, necə oldu? Deyir ki, günlərin bir günündə yoldaşım hamilə idi. Xanım, arvad hamilə idi. Gecə məsələn, saat 12-dir, 1-dir gecənin bir aləmi Qabiləni gətirdi. Uşağı mam açanda, uşağı dünyaya gətirsin. Həmən vaxt deyir ki, evdə yandırmağı, onda yağ yandırırdılar da. İndi kimi nefti yox idi. Yəni, hələ onda Şeyx Ənsari doğulub 1800-cü ildə. 1800-də doğulub, 1865-də də vəfat edib. 64-65-də vəfat edibdi. Qum kimi də bu cür yox da, çox qədim Nəcəf. Yəni təxminən biz danışırıq, 200 il bundan qabaq danışırıq. Bəli. Həmənki Şeyx Ənsari məscidi var, onun yanında olub evi. Məscid-i Ənsari'də Şeyx Ənsari tikdirdi, ona görə bağlıdır. İmam Xümeyni ki, orada dərs deyibdi, Şeyx Ənsari'də, Hüveyşdə. Hüveyşdə Məscid-i Ənsari'ni Şeyx Ənsari tikib, ona görə onun adı inandı. Evi də onun yaxınlığında olub. Xülasə Hüveyşdə də bir balaca evi var idi. Mərcə olan vaxtdan danışırıq, tələbə olan vaxtdan yox. Artıq Beytülmal əlində idi. Xülasə deyir ki, evdə yandırmağa bir şey yoxdur. Mamaça dedi ki, Şeyx, heç nə görmürəm, bir şey görəm ki, uşağı dünyaya gətirə biləm də, kömək eləyəm qadına, bir şey yandırmağa, gecə dükan yox, qonşu gecə saat 1-də 2-də mən necə narahat eləyim. Birdən ağlıma gəldi ki, evin padvalında, sirdabında Beytülmal üçün qoyulmuş
yağ vardı yandırmaq üçün, zeytun yağıdır, hər nə yağdırsa, gedim məsələn də bir stəkan ondan götürüm, tökək lampaya yandıraq, sabah alaram tökərəm yerinə. Düşdüm də istirdaddan götürməyə, yarı düşmüşdüm də birdən ağlıma gəldi ki, birdən sən orada öldün. O bir nəfərin haqqıdır, iki nəfər, kimdən halallıq alacaqsan? Bütün beytülmalı nə qədər yetimin, yesirin haqqı var, hamısının haqqı var orada. Sən necə o malı əl aparırsan ki, onun sahibi bəlli deyil. Düzdür, sənin ixtiyarındadır. Amma sən məsulsan, sən onu qorunmalısan. Nəinki onu necə gəl istifadə eləməlisən. Dedi, öz-özümə dedim ki, yox, mən onu eləyənmərəm. Yetimin, nə bilim, yesirin malını əl aparım. Nə olar, olar. Təvəkkül Allaha. Qayıtdım, gəldim. Qayıtdım, gəldim, biraz səbir elədi. Nəsə uşaq doğuldu. Onu deyir ki, boğazıma ip saldı, amma apara bilmədi. Xülasəni bu cür təqva ilə, bu cür yəni çətin bir həyat yaşamış bir insandır. Amma qaldı ki, şeyxin kitabına gəlincə, Məkasib kitabına gəlincə, Şeyx Rıdvanullahi aleyh Məkasib kitabın demək olar ki, ömrünün, yəni müctəhidlik ömrünün zirvəsində yazdığı kitablarından. Şeyxin kitabları çoxdur. Şeyxin, bəli. Yəni o bir var deyək ki, təzə tələbəliyində yazsın, bir də var ki, artıq bəhs xaricidir. Yəni Şeyx Ənsarinin bəhs xaricidir. Ona görə Şeyx Ənsari kimi bir dənə əzəmətli alim ömrünün ictihad yaşının məsələn yuxarılarında, məsələn 50-dən yuxarı yaşda artıq bişmiş vaxtda, yəni ictihadda yetkin vaxta çatmış bir halda yazdığı kitabıdır, ortaya qoyduğu əsəridir ki, və dediyim kimi, elə belə sənin kimi, mənim kimi tələbələrə yox. Yəni, Mirzay Şiraziyə, ya Axund Xorasaniyə dediyi mümkün dərslərdir. Yəni, o nəhəng müştehidlər, yəni, Şeyx Ənsarinin dərsində oturan müştehidlər, indiki müştehidlərdən çox, yəni, indiki müştehidlər hamısı onların süfrəsində əyləşiblər. O cür müştehidlərə deyilmiş mümkün dərsdir. Ona görə bu qədər ali səviyyəli kitabdır. O demək deyir ki, səhvi yoxdur, xətası yoxdur. Yox, ondan danışmırıq. Hər bir kitabda səhv var, xəta var, bizim qəbul eləyib eləməmədiyimiz şeylər var. Allahın kitabından başqa, Quran-ı Kərimdən başqa bütün kitablarda yanlışlıq ola bilər. Bəli, əgər məsumun sözüdürsə, sabit oldu məsumun, da işimiz yoxdur. Amma məsum sözü deyilsə, nə boyda alim olur, Şeyx Ənsari, ya Şeyx Müfid, ya Şeyx Tusi, fərqi yoxdur. Hər bir insan sözündə, danışığında səhv eləyə bilər. O təbiidir, yəni biz bəşərik, biz məsum deyirik. Yəni, şişirtməyək ki, Məkasibdə səhv yoxdur, xəta yoxdur, hər nəyi qəbul edir, yox, belə bir şey yoxdur. Şeyx Ənsari söz də mümkündür deyilib gəlsə, çox nəzəriyyəsini qəbulləməz. Söhbət istidlalın gücündən gedir. İstidlal qabiliyyətinin gücündən gedir. Nəinki də hər nə var düz yazıb, yox. Düzü də var, səhvi də var. Hər bir kitabda olduğu kimi Şeyx Ənsarinin kitabında qəbul olunması da var, qəbul olunmaması da var. Xülasə, əl-mühim, Şeyx Ənsari müxtəlif sahələrdə, fiqh müxtəlif bablarında kitab yazıbdır. Muamilat babında da yazdığı kitabın adı Əl-Məkasib kitabıdır ki, 3 hissədən ibarətdir. Birinci hissəsi Əl-Məkasibul Muhərrəmədir, ikinci hissəsi Əl-Beydir, üçüncüsü də Əl-Xəyaratdır. Məkasibul Muhərrəməsi nədən bəhs eləyir? Yəni o muamilələr ki, insan ondan pul qazana bilər. Hökmən deyir, alver olsun. Alver də ola bilər, icarə də ola bilər, ta ki deyək, digər məsələlər də ola bilər. Gəlib geniş bir şəkildə oxuyacaq. Yəni hansı yolla insan pul qazana bilər? Həmən pul qazanmaq yollarının halalları hansıdır, haramları hansıdır? Halallarda şey yoxdur. Elə haramları bizə tanıtdırır. Ta ki məsələn fərzən deyək ki, 30-40 dənə bəhs toxundu ki, bunlar haram muamilələrdir. Artıq da yerdə qalanlar halal olacaqdır. Haramları biləndən sonra halalları saymağa ehtiyac yoxdur. Halal öz-özündən halaldır. Çünki hər şeyin halallığı zatidir. Haramlıq dəlildir. Ona görə haram olan muamilələrdən danışıbdır, dəlil gətiribdir, istidlal eləyibdir. Ondan sonra keçib bey, alveri. Alveri önə çəksə də mümkündür alverdən digər muamilələrə də yol vardır. Aydın oldu. Əl-bey düzdür, alver mənasındadır. Amma mümkündür icarənin də bəzi qanunlarına toxunub, ya digər məsələlərə də. Bey adı altında muamilənin hansı şərtləri olmalıdır, satanın alanın nə şərtləri olmalıdır, satılıb alınan əşyanın nə şərtləri olmalıdır və ilaxırı və s. geniş danışıb. Ondan sonra da yaxşı, indi bu muamilə baş verdi. Hansı yerlərdə muamiləni pozmağa icazə var? O da ki, xiyarat bəhsidir ki, geniş bəhs eləyib. Və dediyim kimi, Şeyx Ənsarinin bu Məkasib kitabı istidlali kitabdır. Kitablarımız yəni fiqh kitablarımız 3 cürdür. Bir, istidlalsız kitablar, Risalə Əməliyyələr kimi, Tozihil Məsail, Minhacus Salihin, ta ki deyə Təhrür Vəsilə. Birbaşa fətvanın özüdür, yəni orada dəlil yoxdur. İkinci dəstə kitablar yarım istidlalidir. Məsələn, deyir, Lümə kimi. Üçüncü dəstələr isə nədir? Tam istidlalı kitabdır ki, məsələn, Məkasib kimi hər bir söz ki deyir, istidlan gətirir ki, yəni bunu hansı ayədən çıxardım, hansı hədisdən çıxardım, hansı üsul qaydasından çıxardım. Bəli.
Şeyx Ənsarinin də Məkasib demək olar ki, tam istidlallı kitabdır. Tam da demək olmaz. Çünki mümkün bəzi yerlərdə ötübüsündən keçib bəzi incə nöqtələri məsələn deyə toxunmayıbdı. İşim yoxdur. Amma istidlallı kitab sayılır. Və Şeyx Ənsarinin istidlalının gözəlliyi, belə deyək də, özəlliyi burasındadır ki, dərhal, yəni dərslik üçün deyirəm. Mümkündür məsələn deyək ki, bəzi cəhətdən nöqsan kimi olsa da, dərslik üçün bu cürdür ki, tələbəni nəyə öyrədir? Zehnini inkişaf elətdirir. Deyir, istidlal eləyir, deyirsən, nə gözəl istidlaldır, hökm budur. Sonra təzdən başlayır, onu vurur. Mən bunu görmədim ki, necə zəif imiş məsələn bu istidlal, öz-özü. Təzədən yenə başqa bir istidlal gətirir, nə gözəlmiş, təzədən vurur. Ona deyirlər, kərrufər, hücum eləyir, dala çəkir, hücum eləyir. Yəni, qurur, sonra dağıdır bu istidlalın. Təzədən qurur, bir də dağıdır. Bu cəhətdən İnsan neynir? Tələbəni hazırlaşdır, istidlal qabiliyyətin yüksəldir ki, ay tələbə. Elə bir ayə, bir hədis görən kimi dərhal deməcəklə hökm budur. Yox, hökmü əldə eləmək çox çətindir. Ona görə tələbənin zehnin o qədər məşq elətdirir, idman elətdirir ki, ta ki tələbənin zehni bişsin. Elə bir dənə ayə, hədis görən kimi deməsin ki, hökm budur. Yox, hökmün əldə olunması üçün çoxlu zəhmətlər çəkilməlidir. Necə ki, elə bir nəfər gəldi Şeyx Ənsarinin yanına, ya 2 nəfər. Dedi ki, ağa biz dərsimizi tamamlamışıq, istəyirik gedək. Neyniyək? Təbliğə. Dedi ki, məsələn, nə oxumusunuz? Filan şey. Dedi, məsələn, filan şeyə dəliliniz nə? Dedi, filan şey. Dedi, birdən sizə bu işgal eləsələr, nə cavab verərsiniz? Dedi, filan şey cavab verir. Dedi, birdən bu cavaba filan söz desələr. Fikirləş, dedi, qoy gedə fikirləşə gələk. Səhər gəldi, cavabı dedi, yaxşı, gözəl cavab desin. Birdən bu cavabı desələr nə deyər? Dedi, yaxşı cavabdır, gedim fikirləşim. Neçə gün bu cür getdi, gəldi. Axırda tələbələr başa düşdülər ki, şeyx deməsin, elə bişməmisiniz. Düzdür, savadlısınız, müəyyən qədər elm əldə eləmisiniz, amma hələ bişməmisiniz. Yəni, şeyx bizi bu göndər, təzdən qayıt, bu işqala işqalləsələr, nə ola o işqala işqalləsələr, istəyir desin ki, hələ biraz da qalın, hələ tam bişməmisiniz. Xülasəni, şeyx tələbənin zehnini hazırlayır ki, kərrufər, deyir, nə gözəl dəlil bir də başlamasın vurmağa. Yaxud məsələn, bir alimin nəzərini gətirir, elə gözəl təqdim eləyir, sonra təzdən başlayır, vurur, desin ki, bu nə zəif nəzərmiş. Bunlar hamısı tələbənin nə idi? Xeyri üçündür ki, tələbənin beynin istidlal beyni eləsin ki, istidlal zamanında büdrəməsin, möhkəmləşsin zehni. Amma bəzi yerdə də həddən artıq mətləbi uzatmağı da vardır ki, bu da nöqsan cəhətdir. Bəzi nöqsanlardan biri budur ki, məsələn, fərzən belə deyək, cümləni elə bir yerdə məsələn deyə yarımçıq qoyur ki, qaranlıq qalır ki, məqsədi nə oldu? Yoxud da ki, məsələn, bir məsələdə deyir, vurur, nəzər deyir, axırda qalırsan ki, öz nəzəri nə oldu? Axı, yekun qənaətə gələ bilmirsən. Bu da məkasibin, düzdür, istidlal çətinliyi yaxşıdır, amma nöqsan deyiblər ki, bu nöqsandır şeyxdəki məsələn deyə, axırda nə oldu sənin nəzərin? Nə başa düşək nəzəri? Əgərsə hər ağlına gələn bir şeyinə sənə nisbət verirsə, demək onda o xəta sənin öz xətandır ki, bir cümlə ilə bəyan edirdi ki, mənim də nəzərim budur. Dəlil deməzdən öz üçündür. Axır, sənin yekun nəzərin nə oldu? Qaranlıq qalır. Və ondan sonra da hər şari, hər alim özünə bir nəzərdir ki, bəlkə şeyxin nəzəri budur, bəlkə şeyxin nəzəri budur, bəlkə şeyxin nəzəri budur. Və kitabın, belə dedik, o mənfi xüsusiyyətlərindən ki, bəzi yerdə şeyxin nəzərini əldə eləmək mümkün deyil. Xülasə, bu şeyxin kitabına aşağılığı gətirmir. Nöqsan dedim, hər bir kitabda var, o da o, hər bir insanda nöqsan olduğu kimi, o da insan işidir, məsum işi deyil. Xülasə, bugündən etibarən inşallah Allahın izindən başlayırıq. Şeyx Ənsarinin Məkasib kitabından mümkündür təbərrükən rivayətdən bir neçə cümlə oxuyum, ondan sonra dərsi dayandıraq. Salavat deyə Peyğəmbər və Ali Peyğəmbərə. Allahümmə salli ala Muhammed və Ali Muhammedin və əccil fərəcəm. Buyurur ki, Bismillahirrahmanirrahim, Fəl-iktisabul muhərrəm ənva' haram muamilələr neçə növdür. Və yənbəğ əvvələn ət-təyəmmüm bi zikri ba'dil əxbar. Yeri vardı ki, əvvəlcə də bəhsə daxil olmamışdan qabaq bir neçə hədisə işarə eləyək. Bəli. İşarə. Əl-varidə alə səbilil dabitə lil-məkasib min heythul həlli vəl-hurmə fənəqulu müstəinən billahi teala. Deyir ki, bir neçə rivayət ki, bu barədə çoxlu rivayətlər varid olubdur. Əla səbili dabitə lil məkasib. Məkasibin, yəni qazancın əldə olunmasının halal haramlığının qaydasını təyin eləmək üçün dabitə yəni qayda qanun. Məndəki o nüsxəsində budur. Gəlib hədisə başlayacağım. İndi 2 cümlədən sonra başlayacağım hədis. Min heysul hilli vəl hurmə. Halal və haramlıq baxımından qazancların
təyin qazancların halal və haramlığının təyin olunması üçün ümumi qaydalara işarə edən hədislərə işarə edir. Fənəqulu müstəinən billahi təala. Buna görə də Allahdan yardım umaraq hədisə belə başlayıram. Rivayət-i Tuhaful Uqul, Tuhaful Uqulun rivayəti. Tuhaful Uqul İbn Şubə Hərraninin kitabıdır. Çox qədim kitablardan təxminən Şeyx Kuleyninin biraz sonrası yaşayıb, Şeyx Müfidin təxminən həm dövrəsi, yəni Şeyx Kuleyni ilə Şeyx Müfidin arasında mümkün yaşamış bir alimdir, yəni qədimlərdəndir. Sadəcə olaraq Allah rəhmət eləsin Şeyx Hərraniyə belə deyək, yəni bizi o problemlə qarşılaşdırmaq budur ki, hədisin sənədlərin qırbatı bu. Yəni, o qədər gözəl kitabdır, amma sənədlərin qırbatı bu tərəfə heç birisinin sənədini zikr eləməyib. Sanki hədislərin özü gətirib. İndi biz qalmışıq avaraş, görəsən bu hədisin sənədi nə imiş? Qədim kitabdır, çox qəşəng kitabdır. 14 məsumun belə deyil, yəni imamlarımızın əksəriyyətindən hədislər vardı. Sadəcə o hədislərin sənədini qırıb deyin, ona görə hədislər etibarsız. Demirik etibarsız idi. Bizə nisbət etibarsız olub. Bəlkə səhih hədisidir. Hədisin sənədlərini gətirməyib qalmışıq belə. Harda ki dəlil tapa bildilər, sübut eləmək üçün deyirlər məsələn mötəbərdir. Dəlil tapa bilməyəndə deyirik ki, hətta nə qədər qədim olsa da yenə də hədis etibarsızdır. Xülasədir ki, rivayət Tuhaful Uqul. Tuhaful Uqulda İmam Sadiq əleyhissalamdan gözəl bir hədis nəql edir ki, demək olar ki, məkasibin əksər bablarına işarə edir İmam əleyhissalam. Rəva fil vəsail vəl hədaiq anil Həsən ibn Ali ibn Şubə, yəni Hərrani fi kitabı Tuhaful Uqul, Tuhaful Uqulda nəql olunub. Ən Mevlana Sadiq salavatullahi və selamu aleyh heythu suilə min maaşil ibad fəqal. Bəli. Tuhaful Uqul, yəni ağılların töhfəsi, ağılların hədiyyəsi, ağıllara imamların verdiyi hədiyyə. Fəqalə cəmi'ul məaiş kulluha min vucuhil muamilat fīmā beynəhum mimma yakun lehum fihil məkasib ərba cihat. Buyurur ki, İmam əleyhissalamdan alver və ticarət və pul qazanmağın yolları barəsində sual verdilər. Məaiş libad. Bəndələr ki, məişət yaşayır. Yəni, istər-istəməz bu həyatda yaşayırsa pulumuz olmalıdır. Bir şey alırsan, satırsan, verirsən, qəbul edirsən. Bu həyatda yaşamaq üçün hökmən alverə, icariyə, birindən rabitəyə girəcəksən də insanlar bir-birindən asılıdırlar. Bu ibadə olmayan, yəni bəndələrin maaşı barəsində sual verir. Fəqalə cəmi'ul məaiş kulluha min vucuhil muamilat. Deyir ki, Həzrət sanki bütün insanların bütün muamilələrini cəmləşdirir 4 şeydə. Qutarıram, bir cümlə oxuyum, tamamlayıram. Kulluha min vucuhil muamilat. Muamilatın bütün növləri cəmləşibdir fīmā beynəhum, insanların arasındadır. Mimma yakun lehum fihil məkasib. Belə ki, həmən yollarla pul qazana bilərlər, pul əldə edə bilərlər. Ərbə'u cihat. 4 cəhəti vardır. Yakunu fiha halalun min cihə və haramun min cihə. Hansı ki, bu 4 yolun halal tərəfi də var, haram tərəfi də var. İnşallah sabahki dərsdə oxuyacaq ki, bu 4 cəhət hansı cəhətdir və halal tərəfləri hansıdır, haram tərəfləri, hansı muamilənin hansı cəhəti halaldır, hansı cəhəti haramdır. Elhamdülillahi Rabbil aləmin və sallallahu alə seyyidina Muhammedin və alihi tahirin.